Dünya əmtəə bazarlarında qızılın qiymətində artım müşahidə olunur. New Yorkun COMEX əmtəə birjasında qızılın 1 troy unsiyasının qiyməti $4,5 artaraq 4684,2 dollara yüksəlib. Mütəxəssislərin fikrincə qızılın bahalaşması əsasən qlobal iqtisadi qeyri-müəyyənliklə bağlıdır. İqtisadçı ekspert Xalid Kərimli açıqlamasında bildirib ki, qızılın qiymətinin artmasının səbəbi ABŞ dollarının və enerji qiymətlərinin artmasıdır. Düşmə səbəbi əsas ondan ibarət idi ki, müharibə nəticəsində dollar bahalaşdı, enerji qiymətlərinin bahalaşması inflyasiya narahatçılığı yaratdı. Burada da inflyasiya olanda nə cür olur da, faiz dərəcələrinin, real faiz dərəcələrinin artması narahatlığı yarandı. Və ona görə də qızılın qiyməti düşdü. Amma ümumi yanaşım ondan ibarət ki, qızıl 2026-cı ildə baha olacaq. Yəni hətta fikirləşirlər ki, qızıl almaq üçün hələ də qızıl almaq belə deyək də maraqlı ola bilər. Amma söhbət bu 2026-dan gedir də. Yəni söhbət görürsüz, bu ilin əvvəlində soruşulanda müharibə adam fikirləşmirdi. Fikirləşirdin ki, qızıl yenə də bahalaşa hara gedəcək. Amma mart ayında kəskin ucuzlaşma oldu. Qeyd edək ki, inflyasiya ilə bağlı narahatlıqlar investorların qızıla marağını gücləndirir. Ekspertlər bildirirlər ki, hazırki şəraitdə qızıl həm də uzunmüddətli yatırım kimi aktuallığını qoruyur. Bu səbəbdən bir çox investorlar qiymət artımı gözləntisi ilə qızıl almağa davam edirlər. Havar Şəfiyeva, Leyla Səməndər, Yeni Azərbaycan TV.